Salam kanalımızın dəyərli izləyiciləri. Data analitika üçün Python kursumuzun bugünkü dərsində Matplotlib kitabxanasında pilot tiplərini öyrənməyə davam edirik. Pilot XY funksiyası. Aşağıda pilot XY funksiyasına bənzər, lakin fərqli xüsusiyyətlərə malik bir neçə nümunə təqdim edəcəyik. Birinci nümunəmiz əsas sinus və kosinus qrafikləri. Nümunəmizi kopyalamadan öncə Jupyter editorumuzu açırıq və Jupyter Notebook yazıb hər zamanki kimi Enter düyməsini tıklayırıq. Buradan New, Python 3, birinci nümunəmiz əsas sinus və kosinus qrafikləri olacaq. Gəlin bu nümunə kodumuzu kopyalayaq. Və editorumuza yapışdırıb run edək. Baxın qrafikimizdə görüntü. İndi isə başlayaq bu nümunəni izah etməyə. Sinus və kosinus funksiyaları çəkilir. Fərqli xətt üslubları istifadə olunur. Sinus x üçün 2 dənə qoşa, baxın, kəsik xətt. Kosinus x üçün isə xətt və nöqtə. Nöqtəni kəsik xətt istifadə olunur. Legend əlavə olunur ki, hər xəttin nəyi ifadə etdiyi bilinsin. Baxın, birinci kitabxanalarımızı import edirik. Daha sonra sıfırdan 10-a qədər 100 bərabər hissəyə bölünmüş bir x massivi yaradırıq və y1 bərabərdir bu x massivinin qiymətlərinə görə sinus x və y2 də bərabərdir həmin bu x massivinin hər bir qiymətinə görə kosinus x. Buradan y1 və y2 funksiyalarımızı çəkirik. Baxın, y1 funksiyası sinus funksiyası olacaq, y2 isə kosinus x funksiyası olacaq və hər ikisinin xəttinin qalınlığı 2 olacaq. Sinus funksiyasında qoşa xəttlərlə, baxın, kəsik xəttlərlə qrafik çəkiləcək. Kosinus funksiyasında isə xətt və nöqtə. Nöqtəni, yəni kəsik xətt vasitəsilə qrafikimiz çəkiləcək. Buradan baxın, x oxu üzərində x oxu yazılır, y oxu üzərində də y oxu qeyd olunur. Həmin baxın bu labellər vasitəsilə bu iş görünür. Title sinus və kosinus qrafikləri yazılıbdır. Baxın başlığa, qrafikimizin başlığına sinus və kosinus qrafikləri yazılıb. Daha sonra legend. Legend vasitəsilə biz baxın burada belə bir qeyd deyək də, qeyd düşüb. Bu onu bildirir ki, kəsik xəttlə sinus funksiyası qeyd olunubdur. Xətt və nöqtəni kəsik xətt, yəni nöqtəni kəsik xəttinə də kosinus funksiyası qeyd olunub. Həmçinin baxın sinus funksiyası göy rəngdədir, kosinus funksiyası isə narıncı rəngdədir. Bu da legend vasitəsilə oldu və PNT show isə qrafiki göstərmək üçündür. Bu nümunə yəqin ki aydın oldu, çünki hər bir hissəsini ayrı-ayrılıqda izah etdik. Keçək digər nümunəmizə, parabol və xətti funksiya. Nümunəmizi kopyalayaq. Və bura yapışdırıb run edək.
Baxın, görürsüz, outputda qarşımıza çıxdı. Və gəlin bu nümunənin də hər bir hissəsini ayrılıqda izah edək. Parabola, yəni x-in kvadratı, riyaziyyatdan bilirik və xətti funksiya 2x üstəgən 3 funksiyasının qrafiki çəkilibdir. Rənglər konuruna təyin edilir. Yuxarıda baxın, rəng təyin etməmişdik, özü təyin etmişdi. Burada isə artıq rəngi biz təyin edirik. Y bərabərdir x kvadratı, yəni parabola funksiyasının qrafiki qırmızı rəngdədir. Y bərabərdir 2x üstəgən 3. Yəni xətti funksiyasının qrafiki isə mavi rəngdədir. Arxa fona baxın, burada tor xətləri çəkilib. Bu grid vasitəsilə təyin edilibdir, əlavə edilibdir. Yenə digər nümunələrdə olduğu kimi kitabxanalarımızı import etdiyimiz hissə x bərabərdir -10-dan 10-a kimi 100 bərabər hissəyə bölünmüş massivimizdir. Y1 funksiyamız həmin x-lərin hər bir x-in kvadratıdır. Yəni parabola funksiyasının qrafikidir. Y2 isə 2x üstəgən 3, yəni hər bir bu x-in qiymətinə görə 2x üstəgən 3-ü tapır. Xətti funksiyanın qrafikidir. Qrafiki yaradırıq və göstəririk. Baxın, y1 funksiyasının qrafiki y bərabərdir x kvadratı funksiyasının qrafikidir. Rəngi qırmızıdır. Xəttin qalınlığı 2-dir. Y2 funksiyasının qrafiki isə y bərabərdir 2x üstəgən 3 xətti funksiyasının qrafikidir. Rəngi mavidir, bunu qalınlığı isə 2-dir. X label, x oxu, y label, y oxu yazılıb. Baxın, x oxu üzərində x oxu sözü yazılıbdır və burada y oxu üzərində də y oxu sözü çıxıb. Title vasitəsilə parabol və xətti funksiya. Baxın, bu qrafikimin title'ı, yəni başlığı yazılıb. Legend bir öncəki nümunədən artıq bilirik. Burada hər bir funksiyanın nə ilə, baxın, ikisi də xətlərlə təyin olunubdur və rəngi də y bərabər x kvadratı parabola funksiyasının qrafiki qırmızı rənglə, y bərabərdir 2x üstəgən 3 xətti funksiyasının qrafiki isə baxın, göy rənglə təyin olunub. Grid true, arxaya baxın, sanki riyaziyyat dəftərlərində olduğu kimi dama-dama belə xətlər çəkir. Və bu da bizə hər bir x-in qiymətinə görə y-in hansı qiyməti təyin olunduğunu görməyimizi asanlaşdırır. Baxın, digər nümunədə nisbətən çətin idi. Burada isə gözümüzün qarşısındadır. Baxın, x-in hər bir qiyməti gəlir y-in hansı qiymətinə uyğun gəlir. Hər bir funksiya üçün. Bunu görmək bizim üçün daha rahatdır. Çünki arxası riyaziyyat vərəqində olduğu kimi dama-dama xətlər. Bu da grid true ilə olur və PNT Show'da qrafikimizi göstərmək üçün istifadə olunur. Bu nümunə də yəqin ki aydın oldu. Keçirik digər nümunəmizə. Eksponensial və loqaritmik funksiyalar. Nümunəmizi kopyalayırıq. Gəlib buraya yapışdırırıq və run edirik. Baxın, qrafik gözümüzün qarşısındadır, əks olundu. İndi isə hər bir kod hissəsini izah edək. Eksponensial, yəni y üstü x, y-nin x-inci dərəcədən qüvvəti funksiyasının və loqaritmik log x funksiyasının qrafiki çəkilib. Rəngləri eksponensial funksiyanın qrafikinin rəngi yaşıl rəngdə, loqaritmik funksiyanın qrafikinin rəngi isə bənövşəyi rəngdədir. Arxaya tor xətti əlavə edilib. Baxın, yenə bu nümunədə olduğu kimi kitabxanalar import edilib. X-in deməli 0.1
və 10 aralığında olan qiymətlər 100 bərabər hissəyə bölünüb. X massivi 0,1 və 10 arasında 100 bərabər hissəyə bölünmüş qiymətlərdən ibarət bir massivdir. Y1 eksponensial x, yəni x-in hər bir qiymətinə görə eksponensial funksiyadır və y2 də x-in hər bir qiymətinə görə log x, yəni loqaritmik funksiyadır. Və qrafiklər yaradırıq və göstəririk bu hissədə. Y funksiyası, baxın, y bərabərdir y-nin x üzərində x-inci dərəcədən qüvvəti funksiyasıdır. Rəngi green, yəni yaşıldır. Qrafikin xəttinin qalınlığı isə 2-dir. Həmçinin y2 funksiyası, baxın, y bərabərdir log x, loqaritma x funksiyasının qrafikidir. Rəngi purple, yəni bənövşəyidir. Xəttin qalınlığı isə qrafikin xəttinin qalınlığı, yəni 2-dir. Buradan bunlar əlavə edirik. X oxu və y oxu. Həmçinin Titan əlavə edirik funksiyamıza, ümumiyyətlə qrafikimizə. Eksponensial və loqaritmik funksiyalar. Arxa fona legendlə, baxın, hər bir funksiyanın hansı xətlərlə yarandığı və xətlərin rəngi göstərilir. Hər iki funksiyamız sadə xətlərlə yaradılmış funksiyalardır və y bərabərdir y-nin x-inci dərəcədən qüvvəti eksponensial funksiyanın qrafikinin rəngi yaşıldır. Y bərabərdir log x, yəni loqaritmik funksiyanın qrafikinin rəngi isə bənövşəyidir. Grid tree ilə arxa fona riyaziyyat vərəqi əlavə edilir. Baxın, dama-dama xətlər əlavə edilir və bunun vasitəsilə də biz x-lərin hər bir qiymətinə görə y-lərin uyğun gələn qiymətlərini rahat görə bilirik. Və PNT Show'da qrafikimizi göstərmək üçün istifadə olunur. Bu nümunədə də yəqin ki, hər şey aydın oldu. Keçək digər nümunəmizə. İki fərqli sinus qrafiki fərqli tezliklərlə. Yəni nümunəmizi kopyalayaq. Run edək. Baxın, bura eyni sinus funksiyası, lakin fərqli tezliklərdə çəkilibdir. Birincisi sadə sinus x funksiyasının qrafikidir. İkinci isə tezliyi 3 olan, yəni sinus 3x funksiyasının qrafiki çəkilibdir. Sinus 3x daha sıx dalğalara malikdir. Riyaziyyatdan bilirik ki, sinus x funksiyasında bu tezlik nə qədər çox olsa, o qədər daha sıx dalğalara malik bir qrafik meydana çıxır. Çünki tezliyi, baxın, daha yüksəkdir. Digərinə nisbətən daha yüksəkdir. Bunda 1-dir. 1 bilirsiniz ki, görünmür, yəni yazmağa ehtiyac olmur. Sadəcə x yazılır. Bunda isə 3-dür, 3x yazılır. Qırmızı və mavi rənglərlə fərqləndirmək üçün istifadə olunur. Baxın, yenə bu nümunəmizdə kitabxanalarımız import edilib. X 0 ilə 10 arasında 100 bərabər hissəyə bölünmüş qiymətlərdən ibarət bir massivdir. Y1 x-lərin bu hər bir qiymətinə görə sinus x funksiyasının qiymətini tapan bir funksiyadır. Y2 isə x-lərin hər bir qiymətinə görə sinus 3x, yəni 3 qat tezliyə malik sinus funksiyasının qrafikini tapan bir funksiyadır. Bu hissədə sinus x funksiyasının qrafiki çəkildiyi göstərilir. Rəngi bulu, yəni mavidir. Xəttin qalınlığı 2-dir. Bu hissədə y2 sinus 3x funksiyasının qrafiki göstərilir. Rəngi red, yəni qırmızıdır. Xəttin qalınlığı isə 2-dir. Başlıqlar və labellar, baxın, x oxu, y oxu qeyd olunub və title'ı fərqli tezlikli sinus qrafikləri sözü bura yazılıb.
Legend vasitəsilə bilirik ki, bu funksiyonların qrafiklərinin hansı xəttlərdən ibarət yəni olduğunu göstərir və həmçinin xəttlərin rəngini bizə bildirir. Hər ikisi görürsünüz ki, sinus x və sinus 3x funksiyonları sadə xəttlərlə yaranıb və bu funksiyonların qrafiklərinin rəngi də sinus x-də mavi rəngdir, sinus 3x-də isə qırmızı rəngdir. Arxa fona riyaziyyat vərəqi, yəni dama-dama xəttlər çəkilir qrid vasitəsilə və bu da bizim bilirik ki, x-lərin hər bir qiymətinə y-lərin hansı qiymətlərinin uyğun gəldiyini görməyimizi asanlaşdırır və PNT Show vasitəsilə də qrafik göstərir. Bu nümunədə yəqin ki, aydındır. Keçək digər nümunəmizə. Sərhədləri məhdudlaşdırılmış qrafik. Nümunəmizi kopyalayaq tam şəkildə. Run edək. Məhdudlaşdırılmış sinus qrafiki. Sinus funksiyası çəkilir. Oxlar üçün məhdudiyyətlər qoyulur. Yəni bu da x-nin və y-nin vasitəsilə təyin olunur. Arxa fon toru əlavə edilir. Nümunəmizə baxaq. Kitabxanalar import olan hissə x -2 vurulsun pi və 2 vurulsun n pi, yəni pi riyaziyyatda bilirik, təqribi olaraq 3,14-dür. -2 vurulsun pi və 2 vurulsun pi arasında dəyərlərin 100 bərabər hissəyə bölünməsindən ibarət bir massivdir. Yəni x bu və bu arasında dəyərlər alır. 100 bərabər hissəyə bölünmüş hissədən ibarət bir massivdir. Y bərabər sinus x funksiyasıdır. Yəni x-in hər bir qiymətinə görə y-in sinus x qiyməti tapılır. Qrafik yaradan hissə y sinus x funksiyasının grafikidir. Rəngi dark orange, yəni tünd portağal rəngidir. Tünd narıncıdır. Xəttin qalınlığı 2-dir. Sərhədləri məhdudlaşdıran hissə, baxın, x -2 vur pi və 2 vur pi arasında. X oxu -2 pidən 2 piyə qədər dəyərlər alır. Y oxu isə -1,2 ilə 1,2 arasında bura qədər qiymətlər alır. Baxın, y-in -1,2 və 1,2 arasında qiymətləri alan hissəsi göstərilib sadəcə. Ney bunlardır? Title'ıdır. Baxın, x oxu, y oxu və title məhdudlaşdırılmış sinus qrafiki sözü yazılır. Və burada legend vasitəsilə qrafikin hansı nə tip xəttlərlə çəkildiyi və həmçinin xəttin rəngi göstərilib. Baxın, sadə xəttinə çəkilib qrafik və qrafikin rəngi də dark orange-dır, yəni tünd narıncıdır. Arxa fon tor çəkilib, arxa fona, yəni riyaziyyat vərəqinə oxşar, baxın, dama-dama xəttlər çəkilib və burada bizim asanlaşdırır ki, x-lərin hər bir qiymətinə y-in hansı qiymətlərin uyğun gəldiyini görə bilək. Və PNT Show vasitəsilə də biz qrafiki göstəririk. Nümunələrimiz bu qədər. Ümumi nəticəni olaraq deyə bilərik ki, bu nümunələr vasitəsilə biz PNT x-y funksiyasının fərqli tətbiq yollarını gördük. Fərqli funksiyalar, misal üçün sinus, kosinus, parabola, eksponensial, loqaritm və s. Fərqli üslublar, qırıq xəttlər, markerlər, rənglər istifadə olunmasını gördük. Oxların tənzimlənməsini, yəni x-nim, y-nim
X-lərə, Y-lərə məhdudiyyətlər verilməsini gördük. Arxaya tur əlavə edilməsini gördük. Legendin nə olduğunu öyrənmiş olduq və həmçinin başlıqların, title, X-label, Y-label necə tənzimlənməsini gördük. Bu dərsimizdə deyəcəklərimiz nümunələr bu qədər. Gəlin bu nümunəmizi də save edib yadda saxlayaq. Python lesson 15 olaraq bunu yadda saxlayacağıq. Jupyter editorumuzu açdığımız fayl haradırsa avtomatik olaraq gəlib həmin yerə düşəcək. Baxın düşdü. Hər dərs olduğu kimi bu dərsdə istifadə etdiyim bu nümunə kodları mən videonun altına yerləşdirəcəm. İstəyən hər kəs girib GitHub'dan onu yükləyib faydalana bilər. Lakin yenə də təkrar edirəm, oradan kopyalayıb baxmaqdansa videoya baxaraq videonu saxlaya baxın və dayandıra hər bir hissəni özünüz əllə manual olaraq editorda yazıb yoxlamağınız daha tövsiyə olunandır. Çünki belə olduqda kod həm daha anlaşılan olur, daha rahat başa düşülür, həmçinin də daha çox yadda qalır. Və əgər videolarım faydalı gəlirsə, kanalıma abunə olmağı, videolarımı bəyənib rəylər yazmağı və paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.